Hamıya salam. Unreal Engine daxilində danışacağımız növbəti mövzu funksiyalar olacaq. Ümumiyyətcə funksiyaların mühərrik daxilində işləmə prinsipini, funksiyaların parametrlərini, bundan əlavə pure functionların nə olduğunu və ümumiyyətcə funksiyaların mühərrik daxilində necə işlədiyini bugünkü dərsimizdə öyrənəcəyik. İlkin öncə funksiya haqqında sizlərə qısa bir məlumat verim. Fərz edək ki, yazdığımız kodda müəyyən bir kod fraqmenti ola bilər. Kod fraqmenti dedikdə burada yazdığımız kodun müəyyən bir hissəsi nəzərdə tutulur. Məhz bu kod fraqmenti yazacağımız kodun müxtəlif hissələrində çoxlu sayda təkrarlana bilər. Bu zaman nəzərə almaq lazımdır ki, əgər bizə yazacağımız həmin bu kod fraqmenti daxilində hər hansısa bir parametrin qiymətini dəyişmək tələb olunarsa, təbii ki, bu çox çətin bir məsələ olacaq. Çünki yazacağımız bu kod fraqmentini bütün yerlərdə həmin parametrə müraciət etməliyik və manual şəkildə bir-bir həmin parametrləri dəyişməli olacağıq. Bu isə yazacağımız kodun optimal qaydası sayılmayacaq. Məhz buna görə də biz funksiyalardan istifadə edirik. Ümumiyyətcə proqramlaşdırılmada funksiya yazacağımız kodun təkrarlanmasının qarşısını alır və eyni zamanda məntiq ilə kodun daha sürətli emal olunmasına nəzərdə tutulub. Lakin Unreal Engine mühərriki daxilində funksiyalar nisbətən fərqli üslubda işləyir. Ümumiyyətcə mühərrik daxilində funksiyalar ilə işləmək üçün istənilən klass redaktoru daxilində funksiyalar bölümündən istənilən sayda funksiyalarımızı əlavə edib istifadə edə bilərik. Bugünkü nümunəmizdə Level Blueprint daxilindən keçid edirik və burada Functions bölümünü görürük. Functions bölümündən hər dəfə üstəgəl işarəsinə klik etməklə biz yeni buraya bir ədəd funksiya əlavə etmiş olacağıq və əlavə etdiyimiz funksiyanı istədiyimiz kimi təbii ki, təyinatına uyğun olaraq istifadə edə bilərik. Lakin burada gördüyümüz override bölümü vasitəsilə mühərrikin bizə təqdim etdiyi hazır override funksiyalardan istifadə edə bilərik. Bu override funksiyaları haqqında isə kanalımızda ətraflı dərslərimiz mövcuddur. Ümumiyyətcə üstəgəl işarəsinə klik edirik və yeni bir ədəd buraya funksiya əlavə edirik. Əlavə etdiyimiz funksiyanı ilkin öncə təyinatı üzrə adlandırmaq tələb olunur. Funksiyamızı adlandırdıqdan sonra Enter düyməsinə klik edirik və biz burada funksiyamızın redaktoru daxilinə keçid edirik. Burada təbii ki, istənilən funksionallığı yazıb icra edə bilərik. Məhz bundan öncə sizə dediyim kimi funksiyamızın giriş və çıxış parametrləri mövcud olur. Bunu isə Details bölümündən Inputs və Outputs adlı bölümdə yerləşən üstəgəl işarəsinə klik etməklə giriş və çıxış parametrlərini biz buraya əlavə edə bilərik. Təbii ki, bu giriş və çıxış parametrlərini istənilən sayda və istənilən tipdə buraya əlavə edib istifadə edə bilərik. Fikir verdinizsə funksiya daxilində Outputs bölümündən bir ədəd çıxış parametri buraya əlavə etdiyim zaman avtomatik qaydada Return Node adlı xüsusi bir blokumuz buraya əlavə olundu. Mən bu bloku buradan sildiyim zaman funksiyamızın Details bölümünə nəzər salsaq, burada avtomatik olaraq çıxış parametrimiz də silinmiş sayılacaq. Buraya birbaşa Details bölümündən deyil, redaktor daxilindən Return Node əlavə etmək üçün sadəcə olaraq axtarış yerində Return Node yazırıq və burada gördüyümüz Add Return Node adlı blokumuzu buraya əlavə edirik və daha sonra təbii ki, burada çıxış parametrlərini əlavə edib təyinatı üzrə istifadə edə bilərik. Bundan əlavə funksiyaların Details bölümünə nəzər salsaq, burada ən vacib parametrimiz pure adlı bu gördüyümüz parametrimiz sayılır. Ümumiyyətcə funksiyaları dediyimiz kimi mühərrik daxilində iki qaydada istifadə edə bilərik. Bu funksiyalar vasitəsilə yalnız və yalnız hansısa bir məlumatı ötürə bilərik və yaxud da bu funksiyaya hər hansısa bir məlumatı mənimsədib, daha sonra bu məlumatı oxuyub istifadə edə bilərik. Adi qaydada funksiyamızı düzəltdikdən sonra Event Graph bölümünə keçid edirik və burada bir ədəd inputumu təyin edirəm. Inputumu burada təyin etdikdən sonra hazırladığımız funksiyanı redaktorumuza çəkib buraxırıq və bu funksiyamızın giriş və çıxış parametrlərini ümumiyyətcə silirəm və funksiyamızın daxilində sadə bir funksionallıq yazıram. İstənilən şəkildə funksionallığımızı yazdıqdan sonra Compile düyməsinə klik edirik və oyuna başlayırıq. Oyuna başladığımız zaman klaviaturada təyin etdiyimiz klavişə klik edirik və biz hər dəfə klaviaturada klavişimizə klik etdiyimiz zaman ekranın yuxarı sol küncündə Hello yazısının çap olunduğunu görürük və burada dediyimiz kimi istənilən funksionallığı yazıb istifadə edə bilərik. Funksiyaların ümumiyyətcə mühərrik daxilində istifadə olunmasında üstün cəhətləri bundan ibarətdir ki, dediyimiz kimi yazdığımız kod fraqmentini ümumiyyətcə yığcam ala salacağıq. Bundan əlavə yazacağımız funksiya istənilən digər klass redaktoru daxilindən də bizim üçün əlçatan olacaq. Yəni burada bir növ funksiyaları qlobal bir funksionallıq kimi də qəbul etmək olar. Düzdür, funksiya mövzusunda qlobal və lokal anlayışı olmasa belə, ümumiyyətcə
Növbəti ilərləyən dərslərimizdə sizlərlə makroslar haqqında danışacağıq. Məhz bu zaman makrosların funksiyalardan əsas fərqləndirən cəhətlərindən biri məhz lokallıq və qloballıq məsələsi olacaq. Məhz həmin dərslərimizin daxilində daha yaxşı, dərindən başa düşəcəksiniz bu məsələni. Burada qlobal dedikdə, ümumiyyətcə funksiyanın dediyimiz kimi istənilən digər klass redaktoru daxilindən də çağırıb istifadə olunmasından söhbət gedir. Lakin müsbət xüsusiyyətləri ilə yanaşı funksiyaların mənfi xüsusiyyətləri də mövcuddur. Mühərrik daxilində funksiyaların işləmə prinsipinə nəzər salsaq, ümumiyyətcə event graph bölümündə burada funksiyamızı müəyyən bir inputa bağlamışıq. Fərz edək ki, bu funksiyamızdan sonra bir neçə kod blokları mövcuddur burada. Məhz bu zaman funksiyanın emal olunması zamanı funksiya daxilindəki kod tamamilə emal olunub çıxış parametrinə siqnal ötürməyənə qədər məhz funksiya ümumi kodda ardıcıllığa gecikmə verəcək. Məhz bu da funksiyanın mənfi xüsusiyyətlərindən biri sayılır mühərrik daxilində. Ümumiyyətcə bundan əlavə funksiyalar daxilində gecikmə və zamanlama funksiyalarından istifadə edə bilmirik. Misal üçün, hal-hazırda funksiyanın redaktor daxilinə keçid edirəm və burada delay adlı gecikmə funksiyasını çağırmaq istəyirəm. Və gördüyümüz kimi funksiya daxilində delay yazsaq belə, burada delay adlı gecikmə funksiyası bizim üçün əlçatan olmur. Məhz bu da dediyimiz kimi funksiyanın mənfi xüsusiyyətlərindən sayılır. Bundan əlavə funksiyamızı hal-hazırda burada gördüyümüz kimi ümumi kodda ardıcıllığa birləşdirmişik. Lakin funksiyamızın pür adlı parametrinə gəldikdə isə biz bu xananı aktivləşdirdiyimiz zaman bizim funksiyamız artıq pür function olaraq burada funksionallıq göstərir. Bu isə o deməkdir ki, biz hal-hazırda bu funksiyamızdan yalnız və yalnız hansısa bir məlumatı oxuya bilərik. Yəni artıq gördüyümüz kimi biz bu pure function'ı ümumi kodumuzda ardıcıllığa qoşub istifadə edə bilmirik. Sadə dildə desək, icra edici pinləri artıq ləğv olunur. Bundan əlavə mühərrikin bizə təqdim etdiyi bir çox pure function'lar mövcuddur. Misal üçün, mühərrikin bizə təqdim etdiyi belə bir funksiya mövcuddur. Hansı ki, bu funksiyanın köməyi ilə biz hər hansısa bir səhnə aktyorunun yerləşmə yeri haqqında məlumat oxuya bilirik burada. Məhz bundan öncə də sizə dediyim kimi, pure function'ların istifadəsində əsas məqsəd bundan ibarətdir ki, biz bu tip funksiyalardan yalnız və yalnız məlumat oxuya bilirik. Lakin adi qaydada istifadə etdiyimiz funksiyaları isə biz kodumuzda ardıcıllığa birləşdirə bilirik. Təbii ki, icra edici pinlərin köməyi ilə. Bundan əlavə funksiyamızı pure function olaraq təyin etdiyimiz zaman bu funksiyamıza da giriş və çıxış parametrlərini bu şəkildə mənimsədib istifadə edə bilirik. Təbii ki, istəyə uyğun olaraq. İndi isə gəlin səhnədə funksiya vasitəsilə hazırlanmış sadə bir nümunəyə baxaq. Bunun üçün funksiyamızı əvvəlki qaydasına qaytarıram və burada giriş və çıxış parametrlərini silirəm. Funksiyamızın redaktoru daxilinə keçid edirəm. Səhnədə bir ədəd bu stendin qarşısında işıq mənbəyi yerləşdirirəm. Məhz biz funksiyanın köməyi ilə bu işıq mənbəyimizin rəngini dəyişəcəyik. Bunun üçün işığımızdan ilkin öncə referensimizi götürürük. Sensitivlik parametri mütləq şəkildə aktiv olmalıdır. Referensimizi götürdükdən sonra işığın rənginə cavab verən funksiyanı çağırırıq. Bu isə light color adlı funksiyadır. Funksiyamızı burada çağırdıqdan sonra istənilən rəngi buraya mənimsədirik. Alınan nəticələri compile edirik və event graph bölümündə yenidən bu funksiyamızı inputumuza birləşdiririk və son olaraq alınan nəticələri compile edirik və hazır nəticəyə baxırıq. İşıq mənbəyimizin rəngini dəyişmək üçün klaviaturada təyin etdiyimiz klavişə klik edirik və gördüyümüz kimi işığımızın rəngi dəyişmiş olur. Bunu isə buradan da gördüyümüz kimi biz funksiya vasitəsilə həyata keçirtdik. Ümumiyyətlə mühərrik daxilində funksiyaların təyinatı olduqca genişdir. Oyun proqramlaşdırılmasında olduqca geniş istifadə olunur funksiyalardan. Funksiyaların geniş istifadə olunmağında isə əsas səbəb bundan ibarətdir ki, funksiyalar dediyimiz kimi qlobal bir xarakter daşıyır. Yəni istənilən klass redaktoru daxilindən funksiyaları çağırıb istifadə edə bilərik. Lakin burada vacib bir məqam ondan ibarətdir ki, funksiyamız hansı klass daxilində düzəldilibsə, məhz bu klass daxilinə istinad edərək həmin funksiyanı istifadə edə bilirik. Bununla da mühərrik daxilində funksiyalar haqqında sizlərlə öyrənmiş olduq. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.